Bismillahirrahmanirrahim. İntizar nə deməkdir? Əvvəl bu sualı verək. İntizar, gözləmək. Hədislərdə var, ən böyük ibadət intizardır. İntizarul fərəc əfzəlül ibadə. İbadətlərin ən üstünü buyurur. Çox mühüm məsələdir ki, buyurur, ibadətlərin ən üstünü intizarda olmaqdır, fərəci gözləməkdir. Deməli, məsələ çox mühüm məsələdir. Çox mühüm məsələdir. Bu intizar nə deməkdir? Mən bunu demək istəyirəm bugün sizə və bu mövzu ətrafında istəyirəm bugün danışaq ki, intizar ilk növbədə irfani və mənəvi bir anlayışdır. Və bunu bilməyimiz vacib lazımdır. İntizar ilk növbədə irfani və mənəvi bir anlayışdır. İntizar anlayışı İmam Zamanın qeybətindən sonra yaranmayıb. İmam Zamanın qeybəti ilə birbaşa əlaqəli mövzudur. Gözləmə təkcə İmam Zamana aid məsələdir. Birbaşa İmam Zamanla əlaqəlidir. İrfani və mənəvi bir anlayışdır. Qeybət hadisəsi yaratmayıb intizarı. İmam Zaman qeyb olub biz gözləməliyik. Bu sırf buna aid mövzudur. Bu daha geniş mövzudur. İmam Zamanın intizarı da var, amma ümumi intizar var ki, İmam Zamanın intizarı o intizarın bir şöbəsidir. İntizar daha geniş anlayışdır. İrfan ədəbiyyatına baxın, İrfan ədəbiyyatına. Füzulidə şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? O hansı qəmdir ki, bu insanın yuxusunu əlindən alır, bunu fəryad eləməyə, nalə eləməyə məcbur eləyir. O hansı qəmdir? Hansı qəmlə söhbət gedir? Bu qədər ki, fəryaddan, nalədən, qəmdən, qüssədən danışır ariflər, şairlər, irfan şairləri, arif olan şairlər, bu nədir? Mövləvidə var, Mövlanada. 5 no az ney ki hekayet mi کند از جدایی ها şikayet mi کند. Neye qulaq as? Neyi dinlə? Ney musiqi alətidir? Bu rəmzi mənada işlədib bunu. Neye qulaq as ki hekayət eləyir, danışır. Nə danışır? Ayrılıqdan şikayət eləyir. Söhbət hansı ayrılıqdan gedir? Hansı ayrılıq mövzudur? İnsan kimdən ayrılıb, nədən ayrılıb ki, bunlar gecə-gündüz fəryad eləyirlər, bu ayrılıqdan qurtulmaq istəyirlər. Bu ayrılıq hardan qaynaqlanır? Ayrılığın mənası budur ki, mən üzr istəyirəm, bəlkə siz əlaqə görmüşsünüz, amma bunu başa düşmədən İmam Zamanı başa düşmək olmaz. Ona görə mən buradan başladım. Ayrılıq budur ki, İnsan başqa bir aləmdən enib gəlib bu dünyaya. İnsanın bir ruhu var ki, o bu aləmin malıdır, o başqa yerdən gəlib. Allahın yanından, Allahın yanı məkandır, mərtəbədir, məqamdır. İnsan o aləmdən enib, yavaş-yavaş enib gəlib dünya adlı bu aləmdə qərar tutub. İnna lillah və inna ileyhi raciun. Biz Allahdanıq, Allahdan enib gəlmişik bura. Məcazi mənada desək, Allahdan qopmuşuq. Allah buyurur, mən buna öz ruhumdan üfürdüm. İlahi ruhumuz var, o buranın yeri, onun yeri buradır. O başqa, yüksək aləmdə olmalıdır, oradan enib gəlib, düşüb bu dünyaya. Onun həqiqi yeri buradır. O bu aləm üçün yaranmayıb. İndi nəyi gözləyir bu ruh? İntizardan danışırıq da, nəyi gözləyir? Bu gözləyir ki, nə vaxt qaydacam öz vətənimə? Nə vaxt qaydacam? O qaydan günü səbirsizliklə gözləyir. Çünki burada öz yerindədir bu, darıxır. Burayı üçün yaranmayıb. Gözləyir ki, mən nə zaman öz vətənimə, həqiqi məskənimə qaydacam? O günün intizarındadır. İlk intizar çəkən şəxs Həzrəti Adəmdir. Həzrəti Adəmi oradan göndərdilər, dünyaya ağladı.
Tövbə elədi. Mən ilahi ora qayıtmaq istəyirəm, mənim yerim buradır. Mənim əsl yerim oradır, mən ora üçün yaranmışam. Burada müvəqqətiyəm, darıxıram burada. İstəyirəm tez qayıdam öz vətənimə. İnsan dünyaya gələndə bunu başa düşür və başlayır nalə eləməyə. Bax, bu şeirlər, ədəbiyyat yaranır, bu irfan yaranır, bu hal insanda yaranır. İnsan bir quş kimidir ki, gəlib qəfəsə düşüb, qəfəsdən qurtulacağı günün intizarındadır. İntizarın əsl mənası budur. Qurtulacağı, nicat tapacağı günü gözləyir. Kim bu günü gözləmir, bilmir, o insaniyyətdən xaric olub. O başa düşmür insan olmaq nə deməkdir. Təhqir mənasında demirəm. Yəni o insan olaraq insanlığın mənasını başa düşməyib, insan olmaq nə deməkdir. Ona görə heç nə gözləmir o insan. Gəlib elə yaşayır da, yiyir, içir, yatır, durur, bilmir ki, bu bura üçün yaranmayıb. Amma kim ki başa düşdü ki, mən kiməm, onda başlayır darıxmağa. Onda başlayır gözləməyə, intizar çəkməyə. Deməli, intizarın birinci şərti nədir? 5 dənə şərt sayacağım, xahiş edirəm bu 5 şərti yadınızda saxlayın ki, gələn cümə danışanda sizə aydın olsun. İntizarın 5 şərti var, biri hasıl oldu, ortaya çıxdı. Birinci şərt nə oldu? Bu oldu ki, insan mövcud vəziyyətdən narazıdır, narahatdır. Buna qane deyir. Başa düşür ki, mən bura üçün deyirəm, bura üçün yaranmamışam. Narahatçılıq yaranır insanda. Quranda da Allah sual verir. Ərazitum bil hayatid dünya, dünya həyatına mı razı oldunuz? Siz dünya həyatına mı razı oldunuz? Elə zənn edirsiniz ki, sizin yeriniz buradır, bu qane elədi sizi. Siz başa düşmürsünüz ki, burası sizi qane eləmir. Ərazitum bil hayatid dünya, dünya həyatına mı razı oldunuz? Birinci narazılıq yaranır insanda. Amma bu narazılıq ümidsizlik mənasında deyil. Narazılığın pis forması var bəzi adamlar. Niyə yaratdı bizi? Bu nə dünyadır? Bütün günü nalə çəkirlər. Bu mənada deyilmir. Narazılıq bu mənada deyil. Narazılıq budur ki, bilir bunu niyə yaradıblar, müvəqqəti olaraq burada qalmalıdır. Ora çatmaq üçün, o məqsədə çatmaq üçün. Bunun intizarını çəkir. Gözləyir o günü ki, qovuşacaq öz məqsədinə çatacaq, öz yerinə qayıdacaq. Bu intizar İmam Zamanı gözləməkdən əvvəl gəlir. Bu olmasa İmam Zaman gözləməyin mənası yoxdur. Bu intizar İmam Zaman gələndən sonra da var. İmam Zaman zuhur eləyəndən sonra intizar bitmir. Yenə də insan o günü gözləyir. İmam Zaman gəldi, getdin onun görüşünə. Ağa soruşsa ki, daha heç nə gözləmirsən? Yox, deyirsən, mən şəhadət gözləyirəm. Mən Allaha qovuşan günümü gözləyirəm. Minəl mu'mininə ricalun sədəqu ma əhədullah əleyh və minhum mən qəza nəhbə və minhum mən yəntəzir. Quranda ayə var. Buyurur, möminlərdən bəziləri öz əhdlərinə vəfa qıldılar, Allah yolunda şəhid oldular və bəziləri də o günü gözləyirlər. İntizar sözü Quranda gəlir. Nəyi gözləyirlər? O günkü Rəblərinə qovuşacaqlar. Əsl intizar budur. Həqiqi intizar budur. Və bu intizarın şöbəsi İmam Zamanın gözləməkdir. Ona da gəlib çıxacam inşallah ki, bunun onunla nə əlaqəsi? Bu irfanı anlayışın İmam Zamanla nə əlaqəsi? İnşallah bugün bu mövzu ilə də tamamlayarıq. Bir alim danışır, deyim, mən cavan tələbə idim hələ. İmam Zaman mövzusunu araşdırırdım, hədislərə baxırdım, əlamətlər hansıdır, zuhur əlamətləri. Bir-iki dənə əlamət gördüm ki, indi çıxıb o əlamətlər. O şeylər ki, hədisdə var, filan şey görəndə müjdə verin İmam Zaman gələcək, mən gördüm, onlar var. Getdim qaça-qaça ustadımın yanına, hədis kitabını qoydum qabağına, dedim, bu hədisi görmüsünüz, dedi, bəli. Deməli, bu əlamət, bax, məsələn, bizim zamanda çıxdı. Deməli, İmam Zaman gəlir, deyim, mənə baxdı, dedi, hə, gəlir. Gəlir. Deyir, dedim ki, görəsən, nə zaman olar bu, nə qədər çəkər? Deyir, dedi ki, fərz eləyək, gələn cümə gəlir. Hədislərdə var axı, cümə günü. Cümədən ki, tez olmayacaq, dedim, yox. Cümə günü gəlir, dedim, hə, fərz eləyək. Dedi, hazırsan İmam Zamanın gəlişinə, deyim, mən dayandım, başıma aşağı saldım, baxdım. Deyir, dedi ki, birdən cümə gününə qədər bu gecə Əzrail gəldi sən aparmağa. Əzrailin gəlişinə hazırsan? Deyir, dedim, yox. Dedi, onda get oyun çıxartma. Mənə deyir, ərki çatırdı.
Dedi, get başqa işlə məşğul ol. Bu intizarı çəkən insanlar, o görüşə hazır olan adamlar İmam Zamanın zuhurunu gözləyir və o zuhura hazırdılar. O adam ki, Həzrəti Əzrailin gəlişinə hazırdır ki, o yaradılışın məqsədinə qovuşsun, ona çatan insanlar İmamın zuhurunu gözləyən insanlardır. Bu, bununla əlaqəli bir məsələdir. İntizarı irfanı anlayışından ayırmaq olmaz. Deməli, birinci şərti nədir intizarın? Birinci şərti budur ki, insan mövcud vəziyyətdən narazı olsun. İkinci şərt nədir? İkinci şərt budur ki, yaxşı, indikindən narazıyam, bəs necə olmalıdır? Onu bilsin ki, necə olmalıdır? Bu dünya mənim yerimdir, bəs haradır mənim yerim? Necə olmalıdır? Onun haqda təsəvvürü olsun. Bu dünya məni qane eləmir, bəs necə olmalıdır? Gərək düzgün təsəvvür olsun. Allah Quranda bizə axirətdən danışır ki, bizdə təsəvvür yaratsın ki, necə olmalıdır? Cənnətdən danışır, axirətdən danışır ki, biz bilək ki, bura deyil, bəs hara getməliyik, necə olmalıdır? Və sonra baxaq görək ki, bəli, orada olanı mən istəyirəm. Bəzən dünyada biz istəyirik, orada olan şeyləri. Deyirik, mən ölməyim. Bunu Allah özü qoyub bizim içimizdə. Əbədiyyət istəyirik biz. Sonra deyir ki, o burada deyir, o orada bir aləm var ki, orada ölməyəcəksən. Bir xüsusiyyətin sayıdır sənin üçün. Bunu keçmişdə mən demişəm. Birinci söz ki, cənnətə girənlərə deyir fədxuluha xalidin. Daxil olun əbədi qalmaq üçün. Yəni siz ki, dünyada həmişə qorxunuz ölümdən idi, nigaran idiniz. Burada sizə arxain edirəm. Girin qalmaq üçün, da çıxmaq yoxdur, ölüm yoxdur. Başlayır onu bizə başa salmağa ki, necə olmalıdır, sənin istədiyin nədir? Sənin içində bəzi istəklər var ki, o dünyada ödənmir, təmin olmur, təsəvvür yaradır. Yadınızdadır ki, sən cümə mən dedim, düzdür İmam Zamana hələ gəlib çıxmamışıq, amma keçən həftə işarə elədiyim bir məsələyə işarə eləmək istəyirəm ki, bəzi insanlar elə təsəvvür edir ki, İmam Zaman o zaman zuhur eləyəcək ki, cəmaat zülümdən bezəcək. Amma mən dedim, bu kifayət eləmir. Zülümdən bezməklə İmam Zaman zuhur eləmir. Və sonra misal çəkdim. Misal çəkdim ki, Əli əleyhissalamın evinə cəmaat hücum elədi ki, gəl bizə xəlifə ol, imam ol, 3 xəlifədən sonra. İmam Əli əleyhissalam da qəbul eləmədi. Niyə görə eləmədi? Dedi ki, çünki siz məni yarımçıq yolda qoyacaqsınız. Sözünün məntiqi buydu ki, yəni siz düzdür zülümdən bezmişsiniz, amma ədalət haqqında təsəvvürünüz yoxdur. Siz bilirsiniz, belə olmamalıdır. Bu sualın cavabını bilirsiniz. Amma necə olmalıdır bilmirsiniz. Necə olmalıdır bilmirsiniz. Odur ki, necə olmalıdır olanda siz onu qəbul eləyə bilməyəcəksiniz. Ona görə bugün məni xahiş eləyib, yalvarıb, xilafətə çağıranlar sizlərsiniz. Siz də sabah məni öldürəcəksiniz. Siz özünüz. Sizin mənim ədalətimə dözməyə taqətiniz yoxdur. Ona görə əvvəl ki, mövcud vəziyyətdən narazı oldun. İkinci sual budur ki, necə olmalıdır o təsəvvür olsun ki, olanda çaşıb qalmayasan. Ahirət barədə də belədir. Bu iki, intizardan danışırıq. Üçüncü amili nədir intizarın? O vəziyyət ki olmalıdır, onun mümkün olmasına inanasan. Biri var ki, bilirsən, belə olmalıdır, amma mümkün olmur. Belə olsa yaxşı olar, amma olmur. Gərək inanasan ki, mümkündür. Necə mümkündür ki, mən əbədi qalım, xəstələnməyim cənnətdə? Mümkündür, bəli, mümkündür. Cavabı nədir? Cavabları var. Bu elmi mövzu, fəlsəfi mövzudur, danışaq ki, onun cavabları nədir? Necə ola bilər ki, insan qalsın, xəstələnməsin, ölməsin, narahat olmasın, belə bir şey ola bilər? Allah buyurur, bəli, ola bilər və dəlil sübutu da var, necə ola bilər? Necə ola bilər ki, burada ölüm var, orada yoxdur, o necə baş verir? Həmin bədəndirsə, bu niyə? Buradakı qanunlarla bu ölməlidir. Orada hansı qanunlardır ki, o ölmür? Hansı qanunlardır? Yəni, təsəvvürü düzgün olandan sonra onun mümkün olmasına da gərək inansın ki, bəli, arzu olunan vəziyyət baş verməsi mümkündür. Dördüncü nədir? Dördüncü budur ki, elə ki, mən narazı oldum dünyadan və sonra bildim ki, necə olmalıdır və sonra başa düşdüm ki, olması mümkündür, ondan sonra məndə məhəbbət yaransın, şövq yaransın o şeyə, o aləmə. Təkcə bildim, arzu elədim, belə yox. Gərək şövq yaransın, od düşsün insanın ürəyinə ki, mən istəyirəm ora gedəm. Mən istəyirəm o məqama çatam, o məqsədə çatam.
Ən böyük arzusu insanın həyatda bu olsun ki, mən nə zaman qayıdacam? Amma bu səhv başa düşülməsin ki, bu iş onu dünyadan soyutsun, getsin, çəkilsin dağlara, namaz qılsın, ibadət eləsin ki, mən nə zaman qayıdacam? Nə zaman qayıdacam fikrində olan insan dünya həyatında da fəal olur və işlərini çalışır, gözəl görsün. Hətta pul qazanması, dərs oxuması da olur ibadət. İşini də başlayır düz görməyə, ləzzət almağa hər işindən. Hər bir işindən ləzzət almağa. Çünki bilir məqsədə tərəf gedir. Deməli, ona tərəf bir cazibə də olmalıdır bizim içimizdə. Biz cənnət arzuluyuruq, biz cənnət arzulamırıq. Biz eşitmişik var, bilirik var, amma hələ inanmamışıq. İnanan adam Əbu Zər deyir ki, elə bir cənnət görmədim ki, onu arzulayan rahat yata bilsin. O yuxunu əldən alan arzudur. Bizdən soruşsalar, hara gedək cənnətin harasını istəyirsən? Deyirsən, əşi, harası olur olsun, tək cənnət olsun. Qapısının ağzı da olsa olar. Bir alim dedi ki, bu cənnətin cəhənnəmlikləridir. Nə mənada? O adamlardılar ki, deyir ki, cəhənnəm, cənnətə gedim cəhənnəm. Bu etiqadla yaşayır. Amma oranın necəliyini başa düşən adam onun azına qanedir. Onun ən yüksəyini istəyir. Ən alisini istəyir, ən uzasını istəyir. Yeganə arzusu insanın ona qovuşmaq olur. Bu və beşinci şərti nədir? Beşinci şərti budur ki, insan əməl eləyə ora getmək üçün. Bu şeylər olur. Arzu ki, düşdü ürəyə, onda insan çalışır onu əldə eləməyə. Onda namaz da asanlaşır, oruc da asanlaşır, həc də asanlaşır. Bütün zəhmətlər asan olur insana. Çünki arzusu var ki, ora qovuşsun. O arzuyu onun əmələ vadar eləyir. Çalışmağa vadar eləyir. Buracan aydındır sizə yəqin ki, çətin bir söz yoxdur. Hə? İndi bu mövzunun istəyirəm gələk İmam Zamanın üstünə. İmam Zamanla nə əlaqəsi? Bu intizar ümumi intizardır ki, bundan başladıq, istəyir indi İmam Zamanın intizarının mövzusuna gələk. Ki, əsas bəhsimiz odur da bizim. İnşallah o barədə danışacaq. İmam Zamanla bu mövzunun nə əlaqəsi? Dedik, gözləməyin əsas mənası nədir? Yadınızda qaldı. Gözləmə, intizar budur ki, biz Allahdan ayrı düşüb bura gəlmişik bu dünyaya. İndi gözləyirik, nə zaman ona qovuşacaq? Bəs İmam Zamanın ortada nə işi var? İmam Zamanla nə əlaqəsi bu mövzunun? Mən bir dənə sadə dildə danışım, siz məqsədimi başa düşün. Bir hekayə kimi danışım öz vəziyyətimizi. Elə bir hekayədir danışıram sizə. Biz insanlar dünyaya gəldik, bu dünya adlanan yerə, buradakı yaşayırıq. Gələn kimi gözümüzü açdıq, baxdıq, naləmiz uzaldı ki, ilahi, bura mənim yerimdir. Bura mənim yerimdir. Biz bu məhdud dünya üçün yaranmamışıq. Mən burada darıxıram, bura mənim üçündür. Mənim içimdə bir ruh var ki, o çox genişdir. Dünya onu qane eləmir. İnsan gələn gündən naləsi uzaldı ki, mənim yerim buradır, mənim yerim ucadır. İndə məlikim müqtədir, Quran buyurur ki, sənin yerin Allahın yanıdır. İndə məlikim müqtədir, Quran sözüdür. Allahın yanında olmalısan. Bu dünya Allahdan çox uzaq məkandır. Çox fasiləsi var dərəcə baxımından Allahdan. İnsan gələndən başlayır fəryad eləməyə ki, ilahi, mən bura üçün deyirəm, mən burada darıxıram. Mən istəyirəm o yerə gedəm ki, onun üçün yaranmışam. Allah da deyir ki, bizə hekayətdə elə bil ki, mənim bəndəm, mən səni ora üçün yaratmışam, düz deyirsən. Sən düz başa düşmüsən ki, bura sənin yerindir. Amma səni bura göndərmişəm ki, bu mərhələdən keçəsən, ruhun tutumunu artırasan ki, gəlib orada əbədi neymətlərdən faydalanmağa gücü olsun ruhun. Ora gəlib çatmaq üçün, o istedadı əldə eləmək üçün mütləq bu çətinlik mərhələsini keçməlisən. Bu ayrılıq dərdinə dözməsin, bu ayrılıqla ruhun zərfiyyətini genişləndirməsin, o vüsala qovuşa bilməzsən, məqsədə çata bilməzsən. Sənin düzdür yerin oradır, amma dərd budur ki, neyniyim ki, sən ora çatmaq üçün mütləq bu mərhələni keçməlisən. Bu ayrılıq məkanında qalmasın, istedad olmayacaq səndə o neymətlərdən istifadə eləmək üçün. Uşaq dünyaya gələn kimi mədəsinin istedadı var, bozbaş yeməyə, yoxdur. Gərək süd yiyə bir müddət mədə hazırlana ki, sonra o bir ət yeməklərin yesin.
Allah da ananın vücudunda onu yaradıb. Allahın hikmətlərindən biridir ki, yaradan gündən onun qidasında hazır qoyub ki, sənə nə lazımdır, o ananın vücudunda hazırdır sənin üçün. Sən bir müddət gərək bundan qidalanasan, mədəndə istedad yaransın ki, o bir yeməkləri yiyəsən. Bizi də bu dünyaya göndəriblər. Biz birbaşa cənnətə getsək, o doğulmuş uşağın qabağına ət yeməyə qoymağa bənzəyir. Onun istedadı yoxdur, onu yesin. Bizi göndəriblər bura ki, buradakı mərhələdən keçək, ruhumuzda o zərfiyyət, o tutum yaransın ki, gedib o neymətlərdən faydalana bilək. Ona görə bizi əvvəl dünyaya göndəriblər. Yoxsa Allahın bizi çətinlik salmaq məqsədi yox idi ki, bizə əziyyət versin, bura göndərsin. Məqsəd bu idi. Başa düşdünüz? Allah da belə cavab verdi. Biz də dedik Allaha ki, ilahi düzdür, bunu da başa düşdük. Amma bizim üçün çox çətindir, sənsiz biz necə dözək? Sənsiz buna necə səvr eləyək, sənsiz deyə? Axı biz dözə bilmirik. Allah nə dedi? Bax, sözümün məqsədi budur, buna fikir verin. Allah da bizə cavab verdi ki, sən darıxma. Mən öz övliyalarımdan birini sənin yanıma göndərəcəm. Haçan ürəyim mənim üçün darıxdı, mənim sifətlərim hamısı ondadır. Ondan mənim bizim dilimizdə söz var, iyimi alacaqsan, deyir, onun iyini bundan alır. Mənim iyimi almaq istəyəndə mən bir dənə nümayəndə göndərəcəm, peyğəmbər ya imam, o mənim sifətlərimin güzgüsüdür. Mənim maddi şəkildə məni təmsil eləyir dünyada. Nə zaman ki, sən ürəyim mənim üçün darıxdı, həmişə o sənin yanındadır. Ged onun yanına, ondan faydalan, onun yanında bir qədər bu ayrılıq dərdin azalsın biraz. Biraz bu ayrılıq asan olsun sənin üçün. Bir 50-60 il qalmalısan, amma çox çətindir. Ona görə öz vəlimi göndərirəm, ya peyğəmbər, ya imam. Ki, o sənə məni xatırlatsın. Həmişə onun ruhunda mənim sifətlərimi görüb, məndən ayrılığa dözmək biraz sənə asan olsun. Bu da mənim yer üzündə xəlifəmdir. İmamlara dilləri vəcihullah, Allahın üzü. Bu dualarda var. Eynullah, Allahın gözü. Maddi mənadadır bu söz. Və Şiə məzhəbinə aiddir. Mən bir dənə sizə hadisə danışım. Kəbəni təvaf eləyirlər. Əli əleyhissalam da təvaf eləyir. Bir nəfər də orada pis bir günah eləyir. Əli əleyhissalam gəlir, onun üzünə vurur üzünü. Üzünə zərbə vurur. Şillə vurur. O Əli əleyhissalam ki, günahkarlarla necə mehriban idi, bəlli olur bəzən ki, onu qəzəbdən vurmur. Bəzən bəzi insanı islah eləmək üçün gərək ona cəza verəsən. Öz xeyrinədir. Ona görə yox qəzəbi onun üstünə tökəsən. Bəzən öz xeyrinədir. Burada da onu vurur, bu qaçır gedir ikinci xəlifənin yanına ki, Əli məni təvafda vurdu. İkinci xəlifə Ömərin yanına gedir. O deyir ki, Əli, xahiş eləyin, gəlsin, işim var. Həzrət Əli əleyhissalam gəlir, deyir, ya Əli, bunu niyə vurdun? Danışır ki, belə bir günah elədi və ona görə cəza verdim ona. Allahın hökmü ilə. Ömər baxır, deyir ki, Eynullah səni gördü, Yədullah vurdu. Allahın gözü səni gördü və Allahın əli səni vurdu. Bunu o deyir. Əhl-i Beytin imamları Allahın maddi dünyada təmsilçisidir. Allahın bütün cəlal və camal sifətləri bunlarda təzəssüm olub. Bunlar güzgüdür. Bu dünyada biz Allahı görə bilmirik. Maddi, məhdud dünyadır. Allah işi bizə asanlaşdırmaq üçün bunları qərar verib bizim içimizdə ki, bu ayrılıq bizim üçün çətin olmasın. Buna dözmək bizə asan olsun. İndi qərar bu idi ki, bir vəli olsun bizim aramızda ki, biz Allahdan ayrı düşməyimizə biraz asan dözə bilək. Bizi uzaq aləmdən, bu aləmə göndərib, özündən uzaq ol. Bizim üçün çətindir, Allah qərar verib ki, bir vəli qərar verirəm ki, bu dərdi sizə asanlaşdırsın. İndi bizim zamana gələk, biz elə zamanda yaranmışıq, elə zamanda doğulmuşuq ki, bu vəli qeybətdədir. Dərd burada yaranır. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, bu vəli ki, qərar idi Allahla bizim aramızda vasitə olsun və bizim dərdimizi yüngülləşdirsin və bizim məqsədə istiqamətləndirsin, həmin bu vəli qeybdədir. Allahın vəlisi yoxdur. Odur ki, bizim dərdimiz 2 qat artıqdır. Duada var, əşku iləykə fəqdə nəbiyyina, əşku iləykə fəqdə nəbiyyina
və qeybətə vəliyina. İlahi, şikayət edirəm sənə ki, Peyğəmbər yoxdur, imam da qeybdədir. Bu ağır dərddir mənim üçün. Mənim dünyaya gəlməyim onsuz da bir dərd idi, dözmək çətin idi. İndi dərdimə bir dərd də əlavə olub ki, heç sənin vəlin də yoxdur, o da qeybdədir. Mənim onsuz da burada olmağım dərd idi. Amma bu dərdi iki qat eləyən budur ki, o şəxs ki qərar idi, sən onu vasitə qoyasan, mən sənin ətri ondan alım, o da yoxdur aramızda. İndi gəl yaşa bu dünyada. İndi gəl yaşa. Bax, intizarın həqiqi fəlsəfəsi budur. İntizarın həqiqi mənası budur. İrfani intizar gəldi, düşdü, oldu İmam Zamanın intizarı bu şəkildə. İctimai rəngə boyandı bu şəkildə. Bunun əsli ictimai mövzudur, bunun əsli mənəvi mövzudur. Biz bu dünyaya gələndə bu olmalıydı, indi yoxdur. Bunun heç ictimai məsələyə sonradan əlaqəsi var. 2 nəfər də olsa yer üzündə hədis var, biri imam olacaq. Bir nəfər də dünyada adam yaşasa biri imam olmalıdır ki, bu ayrılıq məkanı olan, Allahdan uzaq olan dünyada Allahın ətrini ondan ala bilsin. Bu dərd onun üçün asanlaşsın. O adamdır ki, Allahın sifəti onda təcəssüm olunur. İntizarın həqiqi mənası budur. Bu intizarın əsas fəlsəfəsidir. Çox bağışlayın. Çox üzr istəyirəm, mən bunu danışmadan İmam Zamandan bilmədim necə danışam. Bunu başa düşmədən insan İmam Zamanın nə üçün gözlədiyini başa düşə bilməz. Gərək insan əvvəl bunun mənəvi tərəfini başa düşsün ki, sonra gəlib çıxsın ictimai mövzulara ki, inşallah gələn həftə Allah bizə ömür versə, qismət eləsə, yavaş-yavaş düz day mövzumuzun üstünə gəlib çıxarıq ki, yaxşı İmam Zaman ağa gələndə necə olacaq vəziyyət və necə olacaq ki, bu dərd bizim üçün asanlaşacaq. O necə bir məkandır, o necə bir aləmdir, o necə bir dövlətdir ki, orada insanlar qəlbi xoş olur, dünyada ola, Allahdan ayrı olduqlarına baxmayaraq insanlar xoş olur və onu necə idarə eləyir, ictimai məsələlərinə toxunarıq. Çox olduqca geniş mövzudur deyə mən çalışıram xırda-xırda, qısa-qısa bu geniş mövzunu sizlər üçün açıqlayayım. Bilmirəm nə qədər bunu açıqlamağa müvəffəq oldum. Allah bu intizar barədə, İmam Zamanı gözləmək barədə bizləri həqiqi mərifətə çatdırsın inşallah. Allah bizi İmam Zaman ağanın zuhurunu həqiqi mənada gözləyənlərdən qərar versin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbike vanhar. İnne şani'eke huvel abtar. Sadaqallahul aliyyul azim.